Əvvəllər nənə-babalar niyə daha sakit, daha səbirli görünürdü? Keçmiş nəsillərin dindarlığı çox zaman ənənə ilə bağlı idi. Onların dini anlayışı daha çox həyat tərzi idi, ailədən, kənddən, mühitdən gəlirdi. Bu etiqad onları sakitləşdirirdi. Çünki temp yavaş idi, sosial təzyiq az idi, gözləntilər sadə idi. İnsanlar bir-birinə daha çox bağlı yaşayırdı. Yəni iman həyatın ritminə qovuşmuşdu. Ruhi tarazlıqları qoruyurdu. Bəs indi gənclər niyə dinə daha çox yaxınlaşır, amma aqressiv görünür? Bu çoxlarının müşahidə etdiyi bir haldır və tək cavabı yoxdur. Amma əsas səbəblər bunlardır. Müasir həyat çox sürətlidir. İnsanın psixologiyasını yorur. İqtisadi çətinlik, iş stresi, gələcək narahatlığı. İndiki gənclər çox oxuyurlar, çox eşidirlər, çox məlumat alırlar. Amma bu məlumat bəzən ruhi transformasiyaya çevrilmir. Yəni bilgi var, amma sükunət yox. Dinə yönəliş bəzən ruhi səviyyədə yox, informasiya səviyyəsində olur. Bu zaman sadəcə oxumaqla yox, zamanla, təcrübə ilə, daxili tərbiyə ilə iman kök salır. Mevlana'nın sözləri lap yerinə düşərdi. Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.